Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Təzyiqdən əziyyət çəkirəm, gah qalxır, gah da düşür. Ürəyim də zəifdir. Çölə çıxa bilmirəm, evin içində o tərəfə, bu tərəfə gəzirəm sfera. Az xəbər verir ki, bunu Musavat.com-la 91 yaşlı xalq artisti Tarzan Ceyran Haşimova deyib. O bildirib ki, mart ayını çox ağır keçirib, təzyiqim oynayır, taqətdən düşmüşəm. Heç yerə gedə bilmirəm. Əlim, ayağım buz kimi olur. Həkim deyir ki, çölə çıxmalıyam, hava almalıyam. Mənim isə buna halım yoxdur. Gəlinim, nəvələrim gəlib mənə baş çəkirlər. Lalə qızlar ansamblının üzvləri yanıma gəlir. Tək deyiləm, çəkdiyim zəhmətin bəhrəsini görürəm, sadəcə məni üzən budur ki, Azərbaycanda yeganə xalq artisti qadın Tarzan mənəm. Amma indiyə kimi şöhrət ordeni almamışam. Mən çox gözlədim ki, əziyyətimə qiymət veriləcək, lakin bu olmadı.